mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəl nəfəsim, vətən uğrunda ölünüb nəfsim, sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam, qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam, qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordumda irəli, İnanarak biz tek Allah'a birlikte gedirik, ilhamda sabaha. Yüreğimde coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam, qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Yüreğimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam, qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Salam Azərbaycan! Hoş gördük hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları və 10 intellektualımız. Hoş gördük sizləri. Sizləri alqışlamaq, salamlamaq xüsusilə xoşdur. Bizim qədim Gəncə torpağından bugün intellektuallarımız gəliblər. Gəncə Dövlət Universitetinin intellektualları bugün bilik yarışına katılıblar. Alqışlayırıq sizləri. Hoş gördük sizləri. Bir də təbii verişimizi izləmişsiniz, baxmışsınız, bilirəm. Veriş haqqında kifayət qədər məlumatınız var. Və bizə xoşdur bugün sizi burada görmək, bu 10 intellektualla yarışmaq. Yəqin mən Azərbaycanlıyam.az saytından artıq verişimiz haqqında kifayət qədər məlumat almışsınız. Bilirsiniz ki, bu intellekt qalasını bizim üçün Gənclər və İdman Nazirliyi yaradıb, təşəbbüskarı və onun dəstəkçisidir. Və biz bu gözəl intellekt qalası üçün Gənclər və İdman Nazirliyinə salamlarımızı göndəririk və minnətdarımızı bildiririk. Həmçinin Təhsil Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Azərbaycanda elektron avadanlıqları istehsal eləyən Pür şirkətinə sağolumuzu çatdırırıq və təbii Azərbaycan televiziyasına, Azərbaycan radio və televiziya verişləri qapalı səhmdar cəmiyyətinə salamlarımızı göndəririk və çox sağ olun deyirik. Oyunumuzun şərtləri isə sizə yəqin məlumdur. 3 mərhələdən ibarət olacaq. Birinci tur seçim turudur. İkinci turda burada 9 suala, 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz olacaq. Və bir də final. İndi mən sizin beyninizi çox yükləməmək üçün sadəcə birinci mərhələni bir də təkrar. Sualı səsləndirirəm. Vaxt getdi deyirəm. Vaxt getdi sözündən sonra studiyada bir zil səs eşidəcəksiniz. Bax, bu zil səs bitən anda qarşınızdakı düyməni basırsınız və kimin cəhdi uğurlu alınsa, qarşısındakı fənər işıqlanır və cavab vermək hüququ qazanır həmən intellektualımız.
düzgün cavab verdiyi halda isə artıq o oyuncuya çevrilir. Bura kimi hər şey aydındırsa, vaxt uzatmadan mən sizləri Azərbaycan televiziyasının tamaşaçılarına təqdim eləmək istəyirəm. Amma ondan əvvəl bir də tamaşaçılara xatırladıram. Bugünkü intellektuallarımız nə az, nə çox. Gəncədən bura böyük bir yol qət eləyiblər. Azərbaycana məhəbbətlərini sübut eləmək üçün alqışlayırıq sizləri. Və tanışlıq. Diqqət. Dilarə Muxtarova. Oruç Emirov. Solmaz Alməmmədova. Yaşar Rızalı. Ülkanə Mikailova. Çinarə Əhmədova. Elvin Hüseynov. Təbinə Ələskərova. İlqar Quliyev və Təranə Məmmədova. Belə, hörmətli intellektuallar, bu tanışdıktan sonra biz sizinlə ilk seçim turuna başlayırıq. Naxçıvanda meyvəçiliyin ən çox inkişaf etdiyi İnzibati rayon. Vaxt getdi. Vaxt getdi və Elvin Hüseynov. Ordubat rayonu. Ordubat, tamamilə doğrudur. Elvin Hüseynov. Dəvət edirik. Elvin Hüseynov bilik yarışında, intellekt savaşında. Elvin, yolumuz Ordubatdandır. Baxaq görək Ordubatdan nə kimi abadlıqlar, yeniliklər yaradıb insan əli. Baxaq. İndi tamaşaçılarımız səni daha yaxından tanısınlar. Elvin Hüseynov, Gəncə Dövlət Universitetinə gəlmişəm. İqtisadiyyat ixtisası 3-cü kurs tələbəsiyəm. Diqqət. Bu mərhələlərini indi mən Elvin üçün izah edirəm. Əslində siz də qulaq asırsınız. Burada bu mərhələdə 5 mövzumuz var. 5 mövzuda 9 suala cavab verəcəksiniz. Bu yəni 9 suala cavab verdiyiniz müddətdə 2 köməyiniz olacaq. Bu köməyi istənilən vaxt götürə bilərsiniz. Oyunun əvvəlində, ortasında, axırında götürə bilərsiniz. Və 3 sualdan bir mövzunu dəyişməliyik. Mövzularımız ise dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya, bir də ümumi mövzu. Ümumi mövzuda hər bir sahədən sual ola bilər. Seçim? Bəli, coğrafiya mövzusu. Coğrafiya mövzusu ilə biz Elvinlə oyunumuzu başlayırıq. Diqqət. Azərbaycan ərazisində ən böyük ada. Azərbaycan ərazisində ən böyük ada hansıdır? Vaxt getdi. Bu sual olmalı deyil. Pirallahı adası. Pirallahı təbii, tamamilə doğrudur. Diqqət. Respublika arasında Rifey və Devon dövrü çöküntülərə hansı dağ sistemində rast gəlinir? Hansı dağ sistemində, dağ silsiləsində? Vaxt getdi. Kömək var. Kömək götürürük. Kim kömək edə bilər? Buyur, bax, bizim oyunlarda aktiv iştirak edən Əli, maraqlı intellektualımızdır. Əskərzadə Əli, Dav Kiçik Qafqaz. Kiçik Qafqaz. Qəbul edirəm. Qəbul edirik və alqışlar Əliyə, tamamilə doğrudur. Həmçinin Elvinə qəbul etdiyinə görə.
Üçüncü sualımız bu coğrafya mövzusunda sonuncu sualımızdır. Hündürlüğü 2415 metre çatan vulkan mənşəli dağ olan İlan Dağ hansı rayonun ərazisində yerləşir? Vaxt getdi. İlan Dağ, məşhur dağdır. Zulfa rayonu. Doğrudur, tamamıyla doğrudur. Zulfa. Belə, Elvin bu mövzunu yekunlaşdırdıq. Buyur, yeni mövzu seçmək. Dil və ədəbiyyat mövzusu. Dil və ədəbiyyat mövzusu ilə biz Elvinlə oyunumuzu davam etdiririk. Əkinçilik, cütçülüklə bağlı əmək nəğmələri necə adlanır? Vaxt getdi. Vaxtı dayandırın. Vaxt dayandırdıq. Ola var. Olavarlar tamamilə doğrudur, bəli. Dil və ədəbiyyat mövzusunda növbəti sualımız. Yüzün də sana verirəm, olsa 100 ayrı canım. Misralarındakı saylar hansı sintaktik vəzifələri daşıyır? Sual aydındır. Bəli. Vaxt getdi. Yüzün də sana verirəm, olsa 100 ayrı canım. Bu saylar hansı sintaktik? Tamamlıq. Biri tamamlıq, ikincisi Təyin. təyin, tamamilə doğrudur, bəli. Dil və ədəbiyyat mövzusunda üçüncü sualımız, bundan sonra mövzunu dəyişməliyik. İlk nümunələri dövlət sənədlərinin, bədii əsərlərin və dövlət başçılarının məktublarının dili olmuşdur. Bədii əsərlərlə yanaşı qəzet və jurnalların, elmi və publisistik kitabların, reklamların orfoqrafik normalara tabi olub yazılan dildir. Bu hansı dildir? Bu dilə necə dil deyirlər? Vaxt getdi. Yəni, publisistik əsərlər də bu dildə yazılır, qəzetlər də bu dildən, bədii əsərlər də. Bir köməyim var. Bir köməyim var və kömək eləmək istəyirəm. Kömək variantı. Oyuncular yox, təbii. Buyurun, gəlin irəli, mikrofonu götürün. Baxışlı Anar, Gəncə Dövlət Universiteti 1-ci kurs Tarix Fakültəsi. Aha, cavab? Ədəbi dil. Başqa ölkələrdə buna mədəni dil də deyirlər. Aha, ədəbi dil. Ədəbi dil deyir, başqa ölkələrdə mədəni dil də deyirlər. Bu variantı qəbul etmək, yetməmək sənin ixtiyarında. Qəbul edirəm. Qəbul edirik. Anara alqışlar, sağ ol deyirik. Yazılı ədəbi dil. Yəni, yadda saxlayırsınız. Tam variantı belədir, yazılı ədəbi dil. Belə mövzunu dəyişməliyik. Elvin? Ümumi mövzu. Ümumi mövzuyla biz Elvinlə oyunumuzu davam etdiririk. Qabrova ilə qardaşlaşmış şəhərimiz hansıdır? Vaxt getdi. Tək şəhəri. Peki, tamamıyla doğrudur. Diqqət. Azad qadın heykəlinin müəllifi kimdir? Vaxt getdi. Cavab variantım yoxdur. Cavab variantı yoxdur. Azad qadın heykəlinin müəllifi, hər biriniz yadda saxlayırsınız, Fuad Əbdürrəhmanovdur. Çox məşhur heykəltaraşdır.
Amma mənə indi ancaq təəssüf demək qalır və maraqlı gəldim bura kimi. Maraqlı oynadım. Elvin, uğurlar arzulayıram. İnşallah digər yarışmalarda uğurlar arzulayıram. Hiss edirəm, içərisində var intellektual, amma sadəcə burada gərginlik, həyəcan bəzən imkan vermir. Alqışlarla yola salırıq Elvini. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Vaxtilə bu xanlığın əsasını Hacı Məmməd Əli bəy və Xan Çobanı tayfasından olan Məhəmməd Səyid və ağası qardaşları qoymuşlar. Şərqdə Bakı, şimal-qərbdə Şəki xanlıqları ilə həmsərhəd olan bu xanlıq hansı idi? Vaxt getdi. Və Ülkənə Mikayelova. Şamaxı. Ülkənə xanım Şamaxı dedi və tamamilə doğrudur. Ülkənə Mikayelova ilk yarışında, intellekt savaşında. Ülkənə xanım, yolumuz Şamaxıdandır. İndi tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Buyurun. Mən Mikayelova Ülkənə Rasim qızı 1989-cu ildə Göygöl rayonunda anadan olmuşam. Gəncə Dövlətdə tarix ixtisasında oxuyuram. Tarix ixtisasında oxuyursunuz. Şərtlərimiz bu mərhələ üçün aydındır. 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz olacaq. Mövzularımızsa dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Tarix və etnografiya. Təbii tarix və etnografiya. Ülkənə xanımla biz tarix və etnografiya mövzusu ilə oyunumuzu başlayırıq. Midiya dövlətinin sonuncu hökmdarı kim olmuşdur? Vaxt getdi. Astiaq. Astiaq. Tamamilə doğrudur, bəli. (1768-ci ildə hansı xanlıq Quba xanlığına qatılmışdır? Vaxt getdi. Cavad xanlığı. Cavad, tamamilə doğrudur, bəli. Tarix və etnografiya mövzusunda 3-cü, sonuncu sualımız. Qarabağ xanlığının paytaxtı olan 3 şəhər hansılardır? Bu şəhərlər qalaların adı ilə eyni idi. Vaxt getdi. Köməkdən istifadə eləmək Köməkdən istifadə edirik. Kim kömək edəcək? Buyur, seç. Baxışlı Anar, Gəncə Dövlət Universiteti, Tarix Fakültəsi. 1-ci Bayatlı 1748, Şahbulağı, sonra da Şuşanın özüdür. 3. Anar belə bir variant səsləndirdi. Bunu qəbul etmək, etməm artıq sizin ixtiyarınızdadır. Qəbul edirəm. Çox qorxa-qorxa qəbul edirsiniz. Onu ikəli, güclü alqışlarla qəbul etmək lazımdır. Anar, afərin. Sağ ol, Anar. Və təbii Ülkənə xanım da qəbul etdiyinə görə. Belə, biz mövzunu dəyişməliyik Ülkənə xanım. Dil ədəbiyyat.
Dil ve edebiyat mevzusuyla biz Ülkane Hanım'la oyunumuzu devam ettiririk. Dikkat! Diyalektizmlere esasen hansı üslubda rast gelmek olar? Bədii üslub deyil. Bədii üslubda tamamıyla doğrudur, bəli. Növbəti sualımız. Dini döne-döne ünvanı soruşdu ve döne-döne uşağın üzündən öptü cümlelerində döne-döne sözünün daşıdığı morfoloji vəzifələri fərqləndirin. Bax, etdi. Yani birinci cümlede hansı morfoloji vəzifə var, bir de ikinci cümlede. Dini döne-döne ünvanı soruşdu. Feili bağlama, zərf. Birinci cümlede deməli feili bağlama, Bağlama, ikinci cümlede zərf. Bəli. Alkışlar tamamıyla doğrudur, bəli. Dil ve edebiyat mevzusunda sonuncu sualımız. Bundan sonra mevzunu değişmeliyik. Dikkat! Natevan obrazıyla kadın surətini tarixi dramın qəhrəmanı seçmiş yazıcı dramaturgumuz. İlyas Əfəndiyev. Alkışlar İlyas Əfəndiyev. Tamamıyla doğrudur. Belə. Ülkane Hanım mevzunu değişmeliyik. Coğrafya. Coğrafya mevzusuyla biz Ülkane Hanım'la oyunumuzu devam ettiririk. Torbulaq yatağı hansı ehtiyatı ile zengindir? Vaxt getdi. Şorbulaq ehtiyatı ilə hansı? Civə. Təkcə şor demə, ne deyirsən? Civə. Vaxt dayandırdık. Vaxt dayansın. Civə ehtiyatı ilə. Civə tamamıyla doğrudur, bəli. Bu ekskluziv günbəz dağın hündürlüyü 250 metr, diametri 130 metreden çoxdur. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmiş bu dağ hansıdır? Vaxt getdi. Göyəzən dağı. Göyəzən dağı. Bəli, tamamıyla doğrudur. Göyəzən. Ülkane Hanım, son sualdayıq. Diqqət. Ağsu rayonunun Padar kəndi yaxınlığında Qara Məryəm antiklinal tirəsində yerləşən, hündürlüyü 450 metr, eni 1500 metrədək olan antecedent dərələr necə adlanır? Vaxt getdi. Gel bu boyda əziyyətdən sonra cavab bilmə. Köməyimdən istifadə edə bilərəm də. Bəli. Padar darvazası. Padar darvazaları. Darvazaları. Doğrudur, tamamıyla doğrudur. Padar darvazaları. Ve Ülkane Hanım finaldasınız. Təbrik edirəm finalda. Belə maraqlı, rəngarəng oyun arzulayıram və daha cəsarətli, daha səlis oyun. Uğurlar, alqışlarla yola salırıq. Belə, sizlərlə isə növbəti seçim turuna başlayırıq. Diqqət! 859-cu ildə Məhəmməd İbn Yezid məhz bu şəhəri yenidən bərpa etdirib, öz iqamətgahını ora köçürüb. Bu hansı şəhərdir? Vaxt getdi. Vaxt getdi və Solmaz xanım, Solmaz Alməmmədova. Gəncə. Gəncə tamamıyla doğrudur. Yolumuz Gəncədəndir.
Gedək bir də qaydaq. Gənci adam 100 dəfə də gedib gəlsə yorulmaz. Baxaq. Solmaz xanım, indi tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Mən Alma Mədova Solmaz, 1991-ci ildə Göygöl rayonunda anadan olmuşam. 2009-cu ildə Gəncə Dövlət Universitetinin Tarix Coğrafiya fakültəsinə daxil olmuşam. Tarix Coğrafiya fakültəsi. Fakültəsi tarix ixtisasına. Aha. Uğurlar arzulayırıq bütün Sağ olun. təhsil boyu və təhsildən sonra bütün başlanğıclarınızda. Həmişə qoy uğur sizləri izləsin və hər birinizə aiddir və bu gözəl təbəssüm üzünüzdən heç vaxt əski olmasın. Belə, şərtlərimiz aydındır bu mərhələ üçün. 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz olacaq. Mövzularımız ise dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Seçim? Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Solmaz xanımla oyunumuzu başlayırıq. Hansı Alban vilayətinin adı Türk dilindən olan çul sözündən yaranıb? Vaxt getdi. Jola vilayəti. Yola, tamamıyla doğrudur. Bəli. Növbəti sualımız. Qazan xanın vəziri tərəfindən Təbrizdə hansı tədris məhəlləsi salınmışdır? Vaxt getdi. Maraqlı sualdır və kifayət qədər məşhur faktdır. Rəşidiyyə. Rəşidiyyə. Tamamıyla doğrudur, bəli. Rəşidiyyə. Diqqət. Monqolların birinci yürüyüşü zamanı Təbriz şəhərinin rəisi kim idi? Vaxt getdi. Eğer variantın yoksa ha. Anar kömək eləmək istəyir. Anar yenə öz. Anar buyur gəl irəli. Şəmsəddin Tuğrayı. Şəmsəddin Tuğrayı deyir. Anar belə bir variant səsləndirdi. Bunu qəbul etmək, etməmək. Solmaz xanım sizin ixtiyarınızdadır. Qəbul edirəm. Qəbul edirik, alqışlayırıq. Hər ikinizi Şəmsəddin Tuğrayı. Beləliklə biz tarix və etnografiya mövzusunu yekunlaşdırdıq. Mövzunu dəyişməliyik. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Solmaz xanımla oyunumuzu davam ettiririk. Diqqət. Homoqraf. Homoqraf nədir? Vaxt getdi. Yazılışları eyni olan, vurğusu dəyişməklə mənası dəyişən sözlərə deyilir. Alqışlar tamamıyla doğrudur. Yazılışları eyni, vurğusu dəyişməklə mənası dəyişən sözlərə homoqraf deyilir. Yadda saxlayırsınız. Növbəti sualımız dil və ədəbiyyat mövzusunda. Kim yarışda qalib gəldi, mükafat onundur. Tabeli mürəkkəb cümləsinin növünü söyləyin. Vaxt getdi. Kim yarışda qalib gəldi, mükafat onundur. Tabeli mürəkkəb cümləsinin növünü söyləyin. Xəbər budaq cümləsi. Xəbər budaq cümləsi tamamıyla doğrudur, bəli.
Dil və ədəbiyyat mövzusunda 3-cü sonuncu sualımız. Diqqət. Ağbulaq dağlarında və Qafqaz qartalı romanları hansı görkəmli ədibimizin zəngin yaradıcılığının məhsuludur? Vaxt getdi. Mənim fikrimcə bu Süleyman Rəhimovdur. Süleyman Rəhimov tamamilə doğrudur. Bəli. Belə olmaz xanım. Dil və ədəbiyyat mövzusunu yekunlaşdırdıq. Mövzunu dəyişməliyik. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Solmaz xanımla oyunumuzu davam etdiririk. Xəzər dənizi hansı qədim okeanın qalığıdır? Vaxt getdi. Köməkdən istifadə edirik. Kim kömək edir? Seç. Əli var, Anar var və... Anar kömək. Anar kömək eləsin. Anar buyur. Baxışlı Anar, Gəncə Dövlət Universiteti Tarix Coğrafiya Fakültəsi Tarix ixtisası. Bu Tetis okeanının qalığıdır. Tetis. Bəli. Deyir. Bax, Anar belə bir variant səsləndirdi. Bunu artıq qəbul etmək, yetməmək sənin ixtiyarındadır. Tetis. Qəbul edirəm. Qəbul edirik. Bəli. Tetis variantını qəbul edirik. Oy. Alqışlar tamamilə doğrudur. Bəli, düzdür. Yadda saxlayırsınız. Deməli, Xəzər dənizi, yəni çoxları üçün mən açıqlayayım, tamaşaçılarımızın çoxu üçün bu yenilikdir, bunu bilmək. Xəzər dənizi Tetis okeanının qalığıymış. Diqqət! Elektroenergetika sahəsinin inkişafına görə birinci olan iqtisadi rayon hansıdır? Vaxt getdi. Aran İqtisadi rayonu. Aran İqtisadi rayonu. Doğrudur. Belə, Solmaz xanım. Sonuncu sualdayıq. Artıq köməyimiz də yoxdur. Bu sualı artıq öz intellektin və yaddaşın kömək eləməlidir. Diqqət. Naxçıvanda hansı polimetal filiz yatağı var? Vaxt getdi. Beləliklə, Solmaz xanım, bu polimetal filiz yatağı hansıdır? Mənim fikrimcə bu gümüşlü Gümüşlü, yatağıdır. tamamilə doğrudur və bu cavab sizi finala daşıyır. Solmaz finaldasan, finalda uğurlar arzulayıram. Səlis, cəsarətli oyun və maraqlı oyun arzulayıram. Sizlərin isə növbəti seçim turuna başlayırıq. Naxçıvan Muxtar Respublikasında 1967-ci ildə uçqun zamanı təsadüfən aşkar olunan Duzdağ mədənlərinin yerləşdiyi rayon Azərbaycanın məşhur qəhrəmanının adını daşıyır. Yəni Duzdağın yerləşdiyi rayon Azərbaycanın məşhur qəhrəmanının adını daşıyır. Bu hansı rayondur? Vaxt getdi. Belə. Nilarə Muxtarova. Beləliklə. Babək. Babək tamamilə doğrudur. Dilarə Muxtarova, bilinç yarışında, intellekt savaşında. Ha belə, yolumuz Babəkdəndir. Baxaq.
Belə Dilarə xanım, indi tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Buyur. Mən Muxtar və Dilarə Faiq qızı 1992-ci il tarixində Gəncə şəhərində anadan olmuşam. 2009-cu ildə Gəncə Dövlət Universitetinə qəbul olmuşam. Hal-hazırda Coğrafiya fakültəsinin, yəni Coğrafiya ixtisası, Tarix Coğrafiya fakültəsi, Coğrafiya ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. 3-cü kurs. Uğurlar arzuyuruq. Sağ olun. Dilarə xanım və hiss edirəm oyun maraqlı olacaq. 3-cü kurs artıq bir neçə addım qalıb auditoriya qarşısına çıxmaq ya da elmi işlərə qoşulmaq üçün. Şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz olacaq. Mövzularımız da dil, ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Coğrafiya. Təbii, coğrafiya mövzusu ilə biz Dilarə xanımla oyunumuzu başlayırıq. 1917-ci ildə istifadəyə verilib, Bakını su ilə təmin edən kəmər hansıdır? Şollar. Şollar, tamamilə doğrudur. Yəni, Bakı şollar bu kəməri. Diqqət, növbəti sualımız. Lənkəran Astara İqtisadi rayonunun ən böyük qoruğu hansıdır? Vaxt getdi. Vaxt getdi. Qızılağac. Buyur. Qızılağac. Qızılağac tamamilə doğrudur, bəli. Növbəti sualımız coğrafiya mövzusunda, bundan sonra mövzunu dəyişməliyik. Azərbaycan ərazisi hansı qırışıqlıq qurşağında yerləşir? Alp Himalay qırışıqlığında yerləşir. Alqışlar tamamilə doğrudur. Biz mövzunu dəyişməliyik. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Dilarə xanımla oyunumuzu davam etdiririk. Şirvan xanlığında hakimiyyətdə olan sülalə hansı idi? Vaxt getdi. Çox maraqlı adı var. Sülalənin belə romantik adına birinci dəfə rast gəlirəm. Xan Çobani. Xan Çobani, bəli. Xan Çobani tayfası, sülaləsi. Düzdür. 1465-ci ildə tikilmiş hansı məscidin memarı Xacə Əli Gücəcidir? Vaxt getdi. Bu məşhur məscidlərdir. Bunlardan bir Təbriz, bildiyim qədər Təbrizdə olmalıdır. Vaxtı dayandırırıq. Göy məscid. Göy məscid, tamamilə doğrudur, bəli. Tarix və etnografiya mövzusunda 3-cü, sonuncu sualımız. Diqqət. Şah Abbas dövründə Səfəvi kitabxanasına kitabdar ləqəbi daşıyan hansı əfşar nümayəndəsi başçılıq edirdi? Bax, getdim. Köməkdən istifadə etmək istəyirəm. Köməkdən istifadə edirik. Kim kömək edir? Seç Əli yoxsa? Əli. Əli. Əli buyurur, Əli gəl. Əsgərzadə Əli, 10-cu sinif. Cavab Sadıq xan Əfşar. Sadıq bəy Əfşar, dedi Əli. Bunu qəbul edirəm. Qəbul edirik və alqışlar hər ikinizə, bəli. Belə. Dilarə xanım, mövzunu dəyişməliyik. Dil ədəbiyyat. Dil və ədəbiyyat mövzusu. Dil və ədəbiyyat mövzusu ilə biz Dilarə xanımla oyunumuzu davam etdiririk. Diqqət. İsmin hansı halında olan söz şəxs təkilçisi qəbul etmir? Vaxt getdi. Təsirlik al. Vaxt dayandırılsın, təsirlik al. Alqışlar tamamilə doğrudur. Bəli. Növbəti sualımız dil və ədəbiyyat mövzusunda. Kimə ki məktub göndərmişdik, ondan da cavab almışıq. Cümləsində fərqləndirilmiş söz nə hesab olunur?
Vaxt getdi. Qarşılıq bildirən söz. Qarşılıq bildirən söz, bəli. Dilara xanım, sonuncu sualdayıq. Diqqət. Elçin Əfəndiyev hansı məhəbbət dastanı əsasında Mahmud və Məryəm romanını yazmışdır? Oxumayanlar oxusunlar, mən oxumuşam. Çox möhtəşəm, çox romantik, çox ağırlı bir romandır. Mahmud və Məryəm romanını hansı məhəbbət dastanı əsasında yazmışdır? Vaxt getdi. Əsli və Kərəm. Əsli və Kərəm tamamilə doğrudur, bəli. Və Dilara xanım finaldasan. Finaldasan, maşallah. Bu nə məsələdirsə, Gəncə Universitetindən bura çıxan finala gedir birbaşa. Uğurlar arzulayıram. Uğurlar və finalda uğurlar. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Diqqət. Kür çayının sol sahilində yerləşən Axmaz göllə eyni adlı rayon. Vaxt getdi. Vaxt getdi və Çinarə xanım, Çinarə Əhmədova. Mənim fikrimcə cavab Hacı Qabul rayonudur. Hacı Qabul tamamilə doğrudur. Çinarə xanım Əhmədova. Belə, Çinarə xanım, yolumuz Hacı Qabuldandır. Baxaq. Tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Buyurun. Əhmədova Çinarə Əhməd qızı, Gəncə Dövlət Universiteti Filologiya Fakültəsi, Filologiya ixtisası 2-ci kurs tələbəsi. Buyurun. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Sözsüz ki, dil və ədəbiyyat. Sözsüz ki, dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə Çinarə xanımla oyunumuzu başlayırıq. Özünün sualı olmayan nitq hissəsi hansıdır? Sual əvəzlikləri. Əvəzlik. Bəli. Əvəzlik tamamilə doğrudur, bəli. İnsaftırmı tək balamın toyunda qol götürüb ürəkdən oynamayım? Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü müəyyənləşdirin. Vaxt getməsin. Vaxt Müftədə getməsin. budaq cümləsi. Alqışlar. Belə, diqqət. O, Azərbaycanda və Türkiyədə türkçülük ideologiyasının yaradıcısıdır. Nur və sahil, hali vətən, yurd qayğusu, kələbək, arslan ağzı kimi şeirlərin müəllifi olan bu sənətkar türkləşmək, islamlaşmaq və avropalaşmaq, yəni müasirləşmək təliminin banisidir. Bu kimdir? Vaxt getməsin, Əlibəy Hüseynzadə. Alqışlar, Əlibəy Hüseynzadə. Belə Çinarə xanım mövzunu dəyişməliyik. Tarix və etnografiya mövzusu. Tarix və etnografiya mövzusu ilə Çinarə xanımla oyunumuzu davam etdiririk. Belə bir sual. Azərbaycanın vahid halda birləşməsinə çalışan Cənub xanlığı hansı idi? Cənub xanlığı. Vaxt getdi. Yəni, bu ərazi bizim cənub dediyimiz ərazidir. Vaxt dayandırmaq istəyirəm. Vaxt dayandırırıq. Urmiya xanlığı. Alqışlar tamamilə doğrudur. Urmiya xanlığı. Diqqət.
Cavanşirin sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyətə gəlmiş hökmdar kimdir? Vaxt getdi. Bu da bu cür tarixə düşüb. Vaxt dayandırmaq istəyirəm. Vaxt dayansın. Mənim variantım cavab Varaz Tridat. Varaz Tridat tamamilə doğrudur. Diqqət. 1918-ci il may-avqust aylarında Naxçıvan əhalisinə köməyə gələn türk sərkərdəsi bu kim idi? Vaxt dayansın, getməsin. Vaxt getməsin. Qarabəkir. Mənim fikrimcə. Kazım Qarabəkir Paşa tamamilə doğrudur. Bəli, Qarabəkir. Belə. Biz mövzunu dəyişməliyik Çinarə xanım. Coğrafiya mövzusu. Coğrafiya mövzusu. Coğrafiya mövzusu ilə biz Çinarə xanımla məmnuniyyətlə oyunumuzu davam etdiririk. Azərbaycanda ən iri karst mağarası hansıdır? Karst mağarası hansıdır? Vaxt getdi. Köməkdən istifadə edirik. Kim kömək eləmək istəyir? Çox məşhur bir mağaradır. Bəli, buyur. Yenə Əli, Anar var və... Anar. Anar, buyur, gəl irəli. Bu Azıq mağarasıdır. Azıq mağarası. Füzuli rayonunda Azıq mağarası. Belə bir variant Anar səsləndirdi. Bunu qəbul etmək, etməmək artıq sizin ixtiyarınızda. Qəbul edirəm. Qəbul edirik, alqışlayırıq, tamamilə doğrudur. Hər ikinizi, əslində bəlkə də Çinarə xanım bilirdi, sadəcə istəyir ki, tələbə yoldaşları görünsün ekranda, yalandan kömək götürür. Diqqət, növbəti sualımız, Qafqazın ən iri artezyan hövzəsi. Qafqazın ən iri artezyan hövzəsi hansıdır? Vaxt getdi. Kür-Araz ovalığı. Vaxt yansın, eşidə bilmədim. Kür-Araz ovalığı. Kür-Araz ovalığı tamamilə doğrudur. Bəli. Belə, bu bizim sonuncu sualımızdır. Bu suala düzgün cavab bizi finala aparır və həm də bir köməyimiz ehtiyatdadır. Darıxmırıq. Buğay meşələri yarım səhra iqlimində necə yaranır? Vaxt getdi. Buğay meşələri yarım səhra iqlimində necə yaranır? Köməkdən istifadə etmək istəyirəm. Son köməkdən də Çinarə xanım istifadə eləmək istəyir. Buyur Əli. Əsgərzadə Əli, 10-cu sinif. Mən cavab qurunç suların səthə çıxması nəticəsində. Qurunç sularının səthə çıxması nəticəsində. Bunu qəbul etmək, etməmək artıq sənin ixtiyarındadır. Qəbul edirəm. Qəbul edirik. Əliyə sağ ol deyirik, əyləşir və Çinarə xanımı da alqışlayırıq. Alqışlayırıq və Çinarə xanım. Mən bəlkə birinci dəfədə 250 təbrik eləmək istəyirəm. Oyuncumuzu uğurlar arzulayıram və alqışlarla yola salırıq Çinarə xanım. Afərin. Və çox gözəl oynadınız. Hər bir oyuncumuz, hər bir intellektualımız gözəl oynadı və biz gəlib sizlərlə final mərhələsinə çatdıq. Finala 4 intellektualımız çıxıb. Hər birinizə uğurlar arzulayırıq. Finalçılarımız Dilarə xanım Muxtarova, Solmaz xanım Alməmmədova, Gülkanə xanım Mikailova və Çinarə xanım Əhmədova. Hər birinizə uğurlar arzulayıram, hər biriniz qalib olmağa layiqsiniz. Bu mərhələdə, final mərhələsində təbii şərtlərimiz elə də dəyişiklik yoxdur. Yenə də seçim turunda olduğu kimi mən sualı səsləndirirəm, vaxt getdi deyirəm. Yenə də zil səsi gözləyirsiniz və qarşınızdakı düyməni basırsınız. Birinci kim fənləri işıqlandırsa o cavab verir.
Diqqət. Final sualı. O, 1872-ci il sentyabrın 25-də Gəncədə anadan olmuşdur. Azərbaycanın İranda yaradılan xüsusi nümayəndəliyinə başçılıq etmişdir. İranın Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyini tanımağında müstəsna işlər görmüşdür. Bu görkəmli şəxsiyyət və diplomat kimdir? Vaxt getdi. İlkanə Mikailova. Mən fikirləşirəm ki, Mirzə Şəhbazi. Mən demişdim, illərə xüsusi diqqət verin. Beləliklə, hələlik Ülkanə xanım iştirak eləmir. Diqqət. O, 1872-ci il sentyabrın 25-də Gəncədə anadan olmuşdur. Azərbaycanın İranda yaradılan xüsusi nümayəndəliyinə başçılıq etmişdir. Vaxt getdi. Dilarə xanım. Dilarə xanım Muxtarova. Buyurun. İsmail Bəy Ziyadxanlı deyirsiniz. Təəssüf. Və artıq 2 nəfərlə davam edirik. Solmaz xanım Alməmmədova və Dinarə xanım. Bu dəfə Solmaz xanım Alməmmədova. Adil xan Ziyadxanlı. Adil xan Ziyadxanlı. Belə bir variant Solmaz xanım səsləndirdi. Və təbii ona görə deyirdim, təsadüfi, təxmini, necə gəldi cavablar verməyin. Birdən-birə Mirzə Şəhbazi hardansa yada düşdü, diplomat kimi. İndi biz diqqətlərimizi ekrana yönəldirik. Görək, bu məşhur diplomat və bu şəxsiyyət kimdir? Diqqət ekrana. Bu Adil xan Ziyadxanov. Tamamilə doğrudur. Solmaz Alməmmədova. Dəvət edirik. Solmaz Alməmmədova. Alqışlarla yola salırıq. O, Gəncə Dövlət Universitetinin adından mən Azərbaycanlıyam intellektual oyununun qalibi fəxri fərmanını qazanır. O qalibdir. Ürəkdən təbrik edirik. Bu artıq sənin üçün xoş bir xatirə kimi qalacaq. Tələbəli illərindən. Amma bu gözəl kompüter artıq sənindir. Və təbii mənim üçün bugün hər biriniz, doğrudan deyirəm, tam səmimi deyirəm, hər biriniz qalibsiz. Sadəcə oyunun şərti belədir ki, bir nəfər mükafatlandırılır. 4 finalsının 4'ü də çox maraqlıydı. Mənim hər birinizin oyunu çox gözəl idi. Çinara xanımın parlaq oyunu, sizin intellektual maraqlı oyununuz, gərgin oyununuz və hər birinizin də iştirakı çox maraqlıydı. Sadəcə sonda ən düzgün cavaba gəlib çıxan Solmaz xanım oldu. Ürəkdən təbrik edirəm və buradan bütün universitetin rektorluğunu, bütün müəllim heyətini, bütün tələbə heyətini ürəkdən salamlayırıq və nə gözəl ki, belə tələbələriniz var və hər bir tələbəmizə, belə tələbələrə düzlənməyi arzuluyuruq. Bütün müəllim heyətinə, profesor heyətinə, bütün rektorluğa salamlarımızı göndəririk və əgər ürək sözlərin varsa... Mən də Gəncə Dövlət Universiteti müəllim və tələbə heyətinə təşəkkür edirəm ki, bizi buraya gətirməyə şərait yaratdı. Və mən də hər bir Azərbaycanlı kimi deyirəm ki, mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Aferin. Biz də fəxr edirik ki, Azərbaycanın belə gözəl gəncliyi var. Sizlərlə fəxr edirik, qürur duyuruq. Gerçəkdən hər biriniz yüksək intellektualsınız. Azərbaycanın gələcəyi vaxt belə sevindiricidir ki, belə işıqlı aydınların gələcəyi görən, Azərbaycanı tanıyan, sevən və tanıtmağı bacaracaq gəncliyin əlindədir. Alqışlarla yola salırıq qəhrəmanlarımızı. Bugün hər biriniz qəhrəmansınız, hər biriniz qalibsiniz. Alqışlar var olsun Azərbaycan gəncliyi, var olsun Azərbaycan!